Salam, mən stomatoloq Aynur Mustafazadə. Bu gün sizlərə uşaqlarda süd dişlərinin əhəmiyyəti və onlara qulluq barədə danışmaq istərdim. İlk öncə süd dişlərinin əhəmiyyəti haqqında danışaq. Çox təəssüf ki, insanlar arasında belə bir fikir formalaşıb ki, süd dişləri onsuz da töküləcək, müalicəyə ehtiyac yoxdur. Bu tamamilə yanlışdır. İlk öncə süd dişləri çeynəmə funksiyasını yerinə yetirir ki, bu da inkişaf dövründə olan uşağın qidalanması üçün olduqca vacibdir. Bundan əlavə, süd dişləri nitqin formalaşmasında əhəmiyyətli rol oynayır. Süd dişlərini erkən itirmiş uşaqlarda nitq qüsurları görünür. Həmçinin süd dişləri daimi dişlər üçün bələdçilik edir. Süd dişlərində yaranmış hər hansı bir problem, karies, iltihab, altda olan daimi dişin mayasına təsir göstərir. Bu da həmin dişlərin ağız boşluğunda çıxması zamanı artıq zədələnməsinə gətirib çıxarır. Və süd dişlərini nə zaman fırçalamağa başlamaq lazımdır? Ümumiyyətlə, uşaqlarda həyatın ilk günündən hər qida qəbulundan sonra ağız boşluğu nəm, təmiz bintlə ehmalca təmizlənməlidir. Daha sonra isə 6-7 aydan etibarən, yəni süd dişləri çıxmağa başladıqdan etibarən valideynlər bizim barmaq fırça dediyimiz silikon fırçalar yardımıyla dişləri təmizləməlidir. Uşağın ilk yaşından etibarən isə yaş qrupuna uyğun fırça və pasta ilə fırçalama vərdişlərini öyrətmək lazımdır. Vaxtında və düzgün aparılmayan ağız gigiyenası gələcəkdə əmzik çürükləri dediyimiz çürüklərin yaranma riskini artırır.